Xəbər verdiyimiz kimi, Space TV-nin efirində Tarix Əliyevin aparıcısı olduğu tarixin bir günü verilişində meyxanaçı Rəşad Dağlının ad gününün qeyd olunması ilə bağlı kanala xəbərdarlıq edilib. Aparıcının bu qərara reaksiyası isə sərt olub. Tarix Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Bu ad gününü etdiyim üçün çox sevinirəm. Rəşada görə verilişdə bağlansa heç vecim olmaz. Tək pozğunlara görə yox, şairə görə bağlansın deyə aparıcı paylaşımında bildirib. Qeyd eləyək ki, bir neçə gün əvvəl Space TV-nin efirində meyxanaçı Rəşad Dağlının ad gününün qeyd olunması ilə bağlı Audiovizual Şuradan kanala eyni halın təkrarlanacağı təqdirdə inzibati cəza tədbiri, sanksiya tətbiq ediləcəyi bildirilib. Televiziya kanalında ağır cinayətə görə həbs olunan meyxanaçının ad gününün qeyd edilməsi sosial mediada bir mənalı qarşılanmayıb. Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü qonşusu İskəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.